Hər kəsə salam, necəsiniz? Ümid eləyirəm ki, yaxşısınız. Kanalıma və videoma xoş gəldiniz. Bugün sizlərlə 4-cü bölməni keçirəm artıq. 4-cü bölmədə də ilk dərsimiz zamanın idarə olunmasıdır. Uşaqlar, mən daha doğrusu mətni oxumayacağam. Mətni oxumayanlar oxusun, daha sonra gəlib videonu izləsinlər. Sonra da bəyənib abunə olsunlar kanala. Zəhmət olmasa bunu unutmayaq. Deməli, keçirəm tapşırıq 1-ə. Altından xətt çəkilmiş cümlənin ifadə etdiyi fikri aydınlaşdırın. Altından xətt çəkildiyi söz, yəni bu sözdür. Yəni zaman isə heç vaxt lövbər salmayan sürətli gəmiyə bənzər. Yəni orada demək istəyir ki, birinciyə cavab olaraq yaza bilərsiniz ki, yəni zamanı daha doğrusu heç kəs durdura bilməz. 2. Düşün və cavab ver. Aşağıdakı başlıqların mətnin hansı hissələrinə uyğun gəldiyini müəyyənləşdirin. Vaxt doğruları, zamandan səmərəli istifadə edək, robot olmayın, sürətli axıb gedən zaman, iş və zaman nisbətində keyfiyyəti üstün tutun. Uşaqlar, yəni bunu sizin öz öhdənizə buraxıram. 3-ü də həmçinin 4 də müzakirədir. Yəni aforizmləri fikrinizi münasibət, yəni ifadə olunan fikrə münasibət bildirəcəksiniz. 5-i təbii ki də deyəcəm. 5 yazıdır. Yəni qısa bir esse hazırlamışam sizin üçün. Deyir ki, bircə saatın qədrini bilməyən adam həyatın da qədrini bilməz fikrinə təsdiq edən esse yazın. Buyurun, o da bu essədir. Çox qısadır, yaza bilərsiniz bunu dəftərə. Oxuyaq gəlin birlikdə. Bir insan saatın qiymətini bilmədikdə zamanın dəyərini də anlaya bilməz. Saat həyatımızın ən dəyərli sərmayəsidir və hər bir anı düzgün istifadə etmək həyatın qiymətini anlamamağa səbəb olur. Vaxtını boşuna sərf edən insan sonradan keçirdiyi vaxtın əhəmiyyətini dərk edir. Saatın qiymətini bilmək, həyatın hər anını dəyərləndirmək və onu məqsədyönlü şəkildə yaşamaq deməkdir. Həyatın dəyərini anlamaq, zamanın dəyərini bilməkdən keçir. Belə yaza bilərsiniz. Daha sonra altını da sizin öz öhdənizə buraxıram. Mətndə yəni deyir ki, göy rəngdə verilmiş sözlərin hansı məna çalarları olduğunu müəyyənləşdirəcəksiniz. Keçirəm tapşırıq 7-yə. Bu arada uşaqlar, kanalımıza da abunə olub videonu bəyənməyi unutmayın. Bu arada mənim ən sevdiyim tapşırıqlardan bir növü də bu nöqtələrin yerinə sözləri uyğunlaşdırmaqdır. Çünki bu tip tapşırıqları çox sevirəm. Nəysə, keçirəm 7-yə. Səndən, uşaqlar, mən elə promoy deyəcəm cavabı, siz də elə yazarsınız da. Səndən əvvəl mən danışmışam, səndən ötürü darıxıram, şəhərə çatan kimi ilk növbədə şəhidlər xiyabanını ziyarət etdi, körpə əllərini anasına doğru uzatdı. Bir dəqiqə görüm bunu yaza bilsəm, indi yazacağım. Uşaqlar, buyurun yazdım. Bu arada yəni bu buna aiddir də, yəqin ki başa düşərsiniz. Yəni bu buna aiddir. Ox çəkim. Yəni ox olmasa da, yəni bu söz bu 4 dənəyə aiddir. Yəni əvvəl, ötürü, kimi və doğru. Aha, daha sonra keçirik. Bugünkü qaydamız qoşma. Qoşma köməkçi nitq hissəsidir. Dərsin adını işarəliyim. Aha. Qoşma köməkçi nitq hissəsidir. Leksik mənası olmasa da cümlədə sözlərə qoşulub məna çalarları yarada bilər. Məsələn, mən məktəbə tərəf gedirəm. Buradakı tərəf istiqamət bildirir. Mən məktəbə qədər gedirəm. Qədər burada məsafə bildirir. Sənin üçün çalışıram. Burada da üçün səbəb və məqsəd bildirir. Keçirəm tapşırıq 8-ə. Mən deməyəcəm, elə işarələyəcəm. Yəqin ki, özünüz başa düşərsiniz də. Aha. Deyir ki, qoşmaları tapın və uyğunluğu müəyyən edin. Mən işarələyəcəm həmin o qoşmaları. Aha, uşaqlar, gördüyünüz kimi işarələdim.
Deməli birinci variantda deyil, ikinci variantda B, 3-də yəni variant deyil, 4-də C, 5-də də A. Yəqin ki, başa düşdünüz, ümid eləyirəm. Uşaqlar və keçirəm tapşırıq 10-a. 9-a daha doğrusu. 9-da da həmçinin yəni deyəcəm, yazacaqsınız da hazır cavabları. 1. Eldardan başqa heç kim gəlməmişdi. İllərdən bəri onunla görüşməmişdim. Ana qəhrəman oğlu ilə fəxr edirdim. Düşmənə qarşı nifrətim daha da artırdı. Onunla qarşılaşdığım üçün sevinirəm. Bu məsələyə dair suallarınıza cavab verə bilərəm. Elə orada yazılmışdım. Onun kimi rejissor az tapılar. Yağışdan sonra güclü külək başladı. Ümid eləyirəm bura yaza bilirəm. Yazsam indi yaxşı olar. Aha uşaqlar, bunu da belə qəşəng yazdıq. Yəni 1 başqa, 2 bəri, 3 ilə 4 qarşı, 5 üçün, 6 dair, 7 kimi, 8 də sonra. Həm dillə dedim, həm də belə yazdım. Daha sonra keçirəm ona. Bu arada yazdıqlarıma belə işarə qoyacağım. Aha, 10. Deməli, hansı cümlədə görə qoşması istinad, hansında səbəb məqsəd ifadə edir? 1. Plutarxa görə Makedoniyalı İskəndər 356 ildən anadan olmuşdur. 356-cı ildə anadan olmuşdur. Deməli, birinci cümlədə görə olacaq istinad. İkincidə müsabiqəyə yaxşı hazırlaşmadığına görə mükafatsız qaldı. İkincidə də olacaq görə səbəb, məqsəd qoşmaları belə yaza bilərsiniz. Uşaqlar bağışlayın. İndi isə keçirəm tapşırıq dedim də onu. İndi isə keçirəm 11-ə. Qoşmalara aid olduğu sözlərə müvafiq hal şəkilçiləri artırmaqla cümlələrdə köçürün. Deməli, mən yenə də həmişə kimi promoy deyirəm. Mənim üçün bu məsələnin həlli vacib idi. Səndən başqa halımı kimsə bilməz. Şəhərə kimi maşınla getdik. Dünənə qədər onun haqqında yüksək fikirdə idim. Dayım iti addımlarla bizə tərəf gəldi. 2 ildən bəri görmədiyi doğma şəhərə çatmışdı. Ondan başqa heç kəsin bu hadisədən xəbəri yox idi. Ümid eləyirəm bura yaza bilərəm. Yazsam yaxşı olar. Uşaqlar, yazmaq olmur bu formada da, amma yenə də mən sizə dillə dedim də, nə ehtiyac var ki yazmağa. Yəni birincidə mənim, ikinci səndən, üçüncü şəhərə, dördüncü dünənə, beşinci bizə, altıncı da ildən, 7-də də ondan. Yəni belə yaza bilərsiniz. 12. Qoşmaları tapın cümlələrdə. Birə də plus qoymayım. Mən də deyirəm nəysə plus qoymamışam axı. Cümlələrdə qoşmaları tapın və onların yaratdığı məna çalarlarını müəyyən edin. Baxın, burada üçün var. Yetişdirmək üçün meyvəni günəşə, cavanın məsləhətə ehtiyacı var. Burada üçün səbəb olacaq. Səbəb məqsəd. Daha sonra bütün uğurlarına görə gənclikdə çəkdiyi acılıq və əzablara borcluyam. Burada da yenə səbəb məqsəd. Başqasının səhvini dözsək də öz səhvimizə qarşı amansız olmalıyıq. Burada da daha doğrusu olacaq burada zaman. Odunçuya gücdən əvvəl təcrübə lazımdır. Burada da əvvəl zaman olacaq. Daha doğrusu 4-də səhvimizə qarşı, burada olacaq qarşıda istiqamət, amma odunçuya gücdən əvvəl təcrübə lazımdır. Burada da olacaq zaman.
13. Altından xətt çəkilmiş hansı sözlər qoşma deyil? İnsanın əzəməti onun boyu ilə ölçülmədiyi kimi millətin əzəməti də onun sayı ilə ölçülmür. 13-də ilə kimi qoşmadır. Də qoşma deyil. Baxın, ilə və kimi burada qoşma olacaq. Də qoşma olmayacaq. Yəni qoşma deyil. 14. Müşahidələrinizə istinad edərək aşağıdakı qaydaları tamamlayın. Tərəf, doğru, qarşı, sarı qoşmalara qoşulub mənası əmələ gətirmir. Deməli, yönlük istiqamət. Birincidə yönlük istiqamət, ikincidə çıxışlıq zaman, üçüncüdə də yönlük məsafə. Birinci yönlük istiqamət, ikinci çıxışlıq zaman, üçüncü yönlük məsafə. Belə yaza bilərsiniz. Bir videomuzun daha sonuna gəldik. Ümid eləyirəm, baxın, ümid eləyirəm uşaqlar. Yəni sizdən çox xahişim kanalıma abunə olub videomu bəyənməkdir. Həqiqətən çünki çox önəmlidir. Yəni mən sizə çalışdığım qədər video atıram. Siz də zəhmət olmasa videomu bəyənib kanalıma da abunə olun. Abunəm elə 15 abunəçidə qalıb. Yəni heç dəyişilmir. Zəhmət olmasa abunə olub videonu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.